Başlayabiliriz. Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdehu ve salatu ve selamu ala men la nebiyye ba'd hemma ba'd. Yüngülvari İbn Qeyyimin sözlərindən oxumaq istirdim. Yəni tövbə günahla bağlıdır mövzu. Yəni bir parça, kısa bir parça inşallah. Deyir ki, وَلَمَّا كَانَتِ التَّوْبَةُ هِيَ رُجُوعُ الْعَبْدِ إِلَى اللّٰهِ وَمُفَارِقَتُهُ لِصِرَاطِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَالضَّالِينَ. Deyir, tövbə deyir Allaha, qulun Allaha dönməsi deməkdir. Yəni Allahı qəzəbləndirən və azmışların yolundan dönməkdir. Allaha tərəf dönməkdir. Yəni Fatihə surəsində nə keçir? Allahı qəzəbləndirən, yəni qəzəbə düçar olunanlar və azmışlar. Yəni bu iki yoldan Allaha dönməkdir tövbə. وَذَلِكَ لَا يَحْصُلُ إِلَّا بِهِدَايَةِ اللّٰهِ إِلَى صِرَاطِ الْمُسْتَقِيمِ. Bu da deyir, nə ilə hasil olur? Yalnız Allahın həmin qulu sırat-ı müstəqimə, düz doğru yola hidayət etməsi ilə, yönəltməsi ilə. وَلَا تَحْصُلُ هِدَايَتُهُ إِلَّا بِإِعَانَتِهِ وَتَوْحِيدِهِ. Və bu hidayət də, yəni Allahın öz quluna ianəsi, yəni yardımı və ona təvhidinin aşılaması ilədir. Ona görə Fatihə surəsi yəni ən gözəl bu mövzularla nizamlanmışdır. Fəmən ətəl fətih haqqəhə və Fatihə surəsinin deyir, haqqını ödəyən kəs bunu deyir, aşkarına deyir, hiss edə bilir qiraətində, əməlində, hər bir şeyində. Yəni ubudiyyəsini, yəni Fatihə surəsinin mənasını dərk etməklə tənzimləyə bilir. Çünki həqiqətdə deyir, tam olan hidayət, sırat-ı müstəqimə tam olan hidayət neydən ibarətdir? Bayaq dediyimiz, yəni iki azğın firqədən qayıtmaqdır. İki azğın düşüncədən qayıtmaqdır. Biri hansı ki, günahlar haqqında cahil olmaqdır, yəni azmışların yolu. Və ikinci günahda israrlı qalanlardır. Yəni günahdan cahil olanlar, yəni günahı bilməyənlər, maraqlanmayanlar, yəni cahillik. Görürsünüz ki, yəni hətta burada belə cahillik keçərli deyil. Çünki cahilcəsinə Allaha ibadət edən kimlərdir? Azmışlardır. Hələ bu ibadət edənlərdir. Gör, ibadət etməyənlər necə. Və həmçinin günah üzərində israr qalanlar. Bunlar da qəzəbə düçar olunan kəslərdir. Və bu iki yoldan Allaha dönmək, sırat-ı müstəqimə yönəlməkdir. Finnə əvvəl cəhl yunafi mərifətəl hudə. Çünki birincisi deyir, cahillikdir. Hansı ki, bu deyir, hidayət, Allahın irşad, yol göstərmə hidayətinə ziddir. İkinci isə günah üzərində qəsdən, iradəsi ilə qalmaq. Bu da deyir, yəni Allahın yəni ona müvəffəqiyyət hidayətini deyir, aradan qaldırmasıdır. Fəlizəlik və bu səbəbdən də la tasihhu tövbə illə bə'də ma'rifəti zəmb və l-i'tiraf bihi. Və bu səbəbdən fikir verin. Bu səbəbdən nə vaxt tövbə səhih olur? Nə vaxt ki, insan günahı bilir, tanıyır, yəni cahilliyi aradan qaldırır bu haqda. Yəni günahı bilməsən, tövbə edə bilməyəcəksən. Demək, günahı bilmək lazımdır, onu etiraf etmək lazımdır və ondan xilas olmaq yollarını axtarmalısan və onun pis nəticəsindən xilas olmaq yollarını axtarmalısan. Və ona görə də Mənəzil kitabının sahibi İbn Qeym yəni şərh eləyir də həmin müəllifin kitabını belə buyurmuşdu. Deyir ki, yəni tövbənin elə bil ki, əlamətlərindən odur ki, وَهِيَ أَنْ تَنْزُرَ فِي الزَّنْبِ إِلَى سَلَاسَةِ əşya. Yəni günahda üç şey nəzər keçirtmək. Yəni günahda üç şey nəzər keçirtmək. Birincisi, yəni günah edən adam bilməlidir ki, yəni nəyi görməlidir? Bilməlidir ki, İnxila'uka minəl ismə hinə ityaniha. Yəni sən günahı etsən, o ismət səndən qalxacaq. İsmət nədir? İndi gələcək şərhində. Bu hələ ki müəllifin sözüdür. İbn Qeyyimin şərhi gələcək. Yəni ismət səndən qalxacaq və dalınca nə gəlir? Və fəruhuka ində zafəri bihi. Və günahı əldə etməkdə deyir, səndə deyir, fərəh duyğusu gələcək. Yəni bilməlisən ki, bax günaha girirsən. Sən günaha girəndə bu ismət səndən qaldırılacaq.
və səndə o fərəh yaranacaq, günahı əldə etmək fərəhi. Və qu'uduka aləl israc, sonra səndə, yəni həmin günahda qalmaq, o günahın şirinliyi, onda qalmaq israrı qalacaq. Və tədarük etməyəcəksin artıq. Bunu aradan qaldırmaq üçün bilərək, yəqin bilərək ki, yəni Cənab-ı Haqq Əzzə və Cəl, yəni səni 7 qat səma üzərindən görür, ərşin üzərindən. İndi bunun şərhi gəlir. Və deyir ki, birinci hissəsi, ismət sözünə gəldikdə, yuhtəməlu ən yurad bil inqilə anil ismə, inqiləuhu ən i'tisamihi billahi. Burada iki ehtimal var. Yəni, ismət sözünün mənası nədir? İsmət qorunmaqdır əslində. Bu da iki başlı sözdür. Ya Allaha sığınırsan, Allah səni qorusun, ya da ki, Allahın sənə qorucu bir qüvvəsi nazil olur. İki haldan biridir. Birinci halın misalı deyir ki, فَإِنَّهُ لَوْ اَعْتَسَمَ بِاللّٰهِ لَمَا خَرَجَ عَنْ هِدَايَةِ تَعَى. Birincidə deyir ki, əgər Allaha sığınsaydı ki, Allah onu qorusun, bu deyir, itaət hidayətindəndir, kənara çıxmazdı. Necə ki, Allah Teala buyurur bu haqda. وَمَنْ يَعْتَسِمْ بِاللّٰهِ فَقَدْ هُدِيَ إِلَى صِرَاطٍ مُسْتَقِيمٍ. Kim Allaha deyir, i'tisam edərsə, yəni sığınarsa, ismət istəyərsə Allahdan, artıq deyir, düz, doğru yola, sırat-ı müstəqimə yönəlmiş, hidayət olunmuş olar. Əl-İmran surəsi 101-ci ayə. Fəlo kəmulət ismətuhu billahi ləm yaxzulhu əbədən. Əgər bu deyir, onda deyir, kamil olarsa, yəni Allaha həqiqi sığınarsa, kamil şəkildə sığınarsa, Allah onu heç vaxt tək buraxmaz. Yəni, qoruyar günahdan. Necə ki, Allah Teala buyurur, وَاَعْتَسِمُوا بِاللّٰهِ هُوَ مَوْلَاكُمْ فَنِعْمَ الْمَوْلَ وَنِعْمَ النَّصِرِ. Siz deyir, Allaha deyir, sığının, ismət Allahdan istəyin. Çünki odur sizin himayədarınız, yəni himayəsinə alan odur, qoruyan odur. Necə də gözəl deyir, himayədardır, necə də gözəl yardımçıdır. Həcc surəsi 78-ci ayə. Ey mətə ə'təsəmtum bihi təvəlləkum və nəsərakum. Yəni, nə vaxt ki, Allaha deyir, sığınsaz, yəni ismət axtarsaz Allahdan, yəni ismət nədir? Yəni, günahdan qorunmaqdır da, yəni. Nə vaxt bunu deyir, Allahda axtarsaz, Allah deyir, himayəsinə alıb sizi yardım edəcək. Özünüzə və şeytana qarşı, yəni öz nəfsinizə və şeytana qarşı sizi qoruyacaq. Çünki bu iki düşmən, nəfs düşməni və şeytan düşməni quldan ayrılmaz bir düşmənlərdir. Yəni, zahiri olan düşmən ayrılır da, yəni bəzən olur, bəzən olmur. Amma bu iki düşmən deyir, ayrılmazdır. Ona görə bunların təhlükəsi xarici düşmənin təhlükəsindən daha pisdir. فَنَسُرْ عَلَى هَذَا الْعَدُوْ أَهَمُّ. Demək ki, yəni bu növ düşmənə qarşı deyir, Allahdan yardım ummaq daha mühümdür. وَالْعَبْدُ إِلَيْهِ أَحْوَجْ. Və qul buna daha möhtaclıdır, daha ehtiyaclıdır. وَكَمَالُ النُّصْرَةِ عَلَى الْعَدُوِّ بِحَسَبِ كَمَالِ الْاِعْتِسَامِ بِاللّٰهِ. Və deyir, Allahın deyir, öz quluna deyir, nusrası, yardımının deyir, kamilləşməsi, qulun Allaha qarşı i'tisam etməsindən asılıdır. Yəni, onun kamilliyindən asılıdır. Nə dərəcədə o Allaha sığınacaq, günah etməsin deyə, bir o dərəcədə onun üçün Allahdan, yəni bu yardım gələcək. İkinci ehtimal odur ki, Allah Teala öz qüvvəsini, qüdrətini göndərir, insanı qoruyur. Yəni, birincidə dedik ki, insan təşəbbüs göstərir, Allaha sığınır. İkincisi deyir, nədir? Allahın onu qoruması. Yəni, hər bir kəs, yəni, bəlkə də hiss edib bunu. Yəni, hidayət olanda Allah necə onu qoruyur günahlardan yayındırır. Günahlar qapısını bağlayır onun üçün. Bu, Allahın ona ismətidir. Bu, ikinci ehtimal budur. Sözündə, şeyxin sözündə ikinci ehtimal budur. Birincidə nədir? Sığınırsan ki, günaha girməyəsən. İkincidə Allah Teala səni yayındırır günahlardan, girmirsən ona. Bil ki, bax, günaha girsən, bu səndən qaldırılacaq. Necə ki, bax, Allah səni qoruyur ha. Sən təşəbbüs edib günaha girsən, Allah Teala bax, bu isməti sənin üzərindən götürəcək. Bu ikincidir. Deyir ki, وَأَنَّكَ إِنَّمَا اِرْتَكَبْتَ الزَّمْ بَعْدَ اِنْخِلَائِكَ مِنَ التَّوْبَةِ İsmət hiləkə fəmətə, demək, yəni sən deyir, Allah səni deyir, bu cürünə tövbə etmisən, dinə gəlmisən, Allah Teala səni bu cürünə ismətlə qoruyub. Bundan sonra deyir, əl atsan o günaha, tövbəni pozsan, bil ki, Allah səni deyir, günahla başa baş qoyacaq.
Növbətilər gəlməyəcək, yəni qorumalar gəlməyəcək. Fəmətə urifə həzəl inxilə və azumə xətərəhu indahu və nə vaxt ki, deyir, bu deyir, qul bunu başa düşür ki, mən bunu etsəm, artıq o pərdə açılacaq, bunun təhlükəsinin böyüklüyünü özündə hiss edəndə وَاشْتَدَّتْ عَلَيْهِ مُفَارِقَتُهُ və bundan ayrılmaq, yəni bu ismətdən ayrılmaq qul üçün ağır gəlməsi, yəni hissi olduqda وَعَلِمَ أَنَّ هَلَكَ كُلَّ هَلَكْ بَعْدَهُ biləndə ki, bütün bu həlaklar hələ bu ismət aradan qalxandan sonra gələcək başına. Yəni bu qalxdı, dalınca gələcək ancaq həlak. Bilsin ki, bu həmin o xizlən sözü var. Xizlən yəni nə deməkdir? Allahın qulunu tərk etməsidir. Yəni Allahın qulunu günahı ilə baş-başa qoymasıdır, qorumamasıdır. Yəni xizlən sözünün mənası budur. Fəmə xəllallahu beynəkə və beynə zəmb illə bədə ən xəzələkə. Deyir, Allah Taala deyir, səni deyir, günahla baş-başa yalnız nə vaxt qoyur? Nə vaxt ki, həmin o xizlən baş verir. Nə vaxt ki, o ismət səndən götürülür. Yəni sən günaha girməmişdən qabaq bunu düşünməlisən. Aydındır bu. Və ona görə deyir ki, fəqat əcməl arifunu billahi alə ennəl xizlənə ən yəkiləkəllah ilə nəfsikə. Bütün ariflər, yəni Allah barəsində, yəni qəlb əməlləri barəsində danışanlardır da ariflər, Allah barəsində bilənlər. Onlar hamısı icma ediblər ki, xizlən sözünün mənası odur ki, Allah deyir, səni öz başva, öz nəfsivə buraxmasıdır, deyir. Səninlə günah arasında buraxmasıdır, tərk etməsidir, müvəffəqiyyət verməməsidir, yəni qorumamasıdır. Və bunun da səbəbi nədir? Sənin o addımı atmağındır. Yəni o isməti aradan qaldırmağın, o pərdəni götürməyindir, deyir. Sonra gəlir ikinci məsələ, şeyx gətirir orada, nə deyir? Və fərahuka ində zafəri bihi. Sənin günahı əldə etməkdə sevincin. Yəni bilməlisən ki, sənə bax günaha addım atanda bax bu şeylər gələcək sənə. Birincini dedik, ikinci nədir? Günahı əldə etmək üçün fərəh duyğusu, sevinç duyğusu. Vəl fərah bil məsiyə dəlilun alə şiddəti rəğbə fihə. Və deyir, asilikdədir fərəh duymaq. Bu deyir, göstərir ki, nə dərəcədə deyir, yəni nə şiddətlə sən onu istəyirsən, o günahı yerinə yetirmək istəyirsən. Həmçinin bu neyin göstəricisidir? Əl-cəhlü bi qadri mən asahu. Kimə qarşı asilik edirsənsə, onun qədrinin bilməməsidir. Onun qədrinin bilməməsidir. Yəni, onun qədri barəsində cahil olmasıdır. Vəl-cəhlü bi su'i aqibəti. Həmçinin bunun pis aqibətinin barəsində bilməməzliyidir, cahilliyidir. Və onun böyük təhlükəsi olması barəsində bilməməzliyidir. Fəfəruhu bihə qatta aleyhi zəlik. Və nədir bunu örtən? Nədir bu cahilliyi gətirən insana örtən? Həmin o fərəhdir, həmin o sevincdir. Yəni sən bu günahı əldə etmək üçün sevinirsən deyə bu örtür sənin üçün bu şeyləri. Bu təhlükəni itirir sənin üçün. Ona görə günah edənə cahil deyirlər. Nəyə görə? Bunlar cahildirlər, günah edənlər. Çünki həmin anda bu şeylərdən xəbərsiz olur. Çünki bu şeyləri örtür günah. Yəni günah fərəhi, günah sevinci bu şeyləri itirir. Və fərahu bihə əşəddu dararan aleyhi. Və günahın özündən daha bir şiddətlidir, zərəri onun həmin bu sevincidir. Bu sevinç ondan daha şiddətlidir. Vəl-mu'minu la tətimmu lehu ləzzətun biməsiyyəti əbədən. Və mömin o kəsdir ki, bir günah edəndə bu ləzzət ondadır, tamdır, kamilləşməz. Tam şəkildə yəni ləzzət almaz bu günahdan. Və la yekmul bihi fərahu. Və bu həmin fərəh dedir, ondadır, kamil olmaz. Tam sevinc olmaz. Bəl la yubəşiruhə illə və huznu muxalitun li qalbihi. Əksinə deyir, nə vaxt ki günah edirsə bir mömin qəlb, nə vaxt ki günah edirsə, həmin hüzündir qəlbində deyir, yerləşir, qarışır deyir. Yəni tam getmir. Vəlakin sukrat şəhvə yəhcubuhu ən şuuri bihi. Lakin deyir, şəhvətin, yəni əməli asilik etmək şəhvətinin deyir, şirinliyi deyir, bu düşüncəni deyir, ondan deyir, neynir? Örtür.
Və mətə xallə qalbuhu min həzə əl-huzni və nə vaxt ki bu hüzun deyir, insanın qəlbindən gedirsə, bir möminin qəlbindən əgər bu hüzun gedirsə, وَاشْتَدَّتْ غِبْتَتُهُ وَسُرُورُهُ və yerinə əksinə deyir, qibtəsi, sevincidir, dolur, günah etməkdə. O zaman deyir, imanını deyir, ittiham etsin. Yəni, bu tərəzidir. Yəni, mömin qəlb, günah etsə də, ləzzətin alsa da, mütləq orada ləzzətlə qarışacaq nə? Hüzn qarışacaq, kədəri qarışacaq, düzdür? Kədər azaldıqca, fərəh, sevinç çoxaldıqca, onda deyir, qəlbinin imanını ittiham etsin və öz deyir, qəlbinin ölümünə deyir, ağlasın. Çünki deyir, əgər qəlbi diri olsaydı, onu deyir, bu günaha girmək kədərləndirərdi, qəzəbləndirərdi, ağır gələrdi. Lakin deyir, qəlb hiss etmir. Qəlb hiss etmirsə, o zaman deyir, bir meyitin, bir ölünün nə qədər yarsan da, nə qədər dəşsən də, yarıqlar vursan da, heç bir hissi olmayacaq. Yəni, ölü qəlbin nə hissi var ki? O yarıqlar, günahlar ona heç nəylə təsir etməyəcək. Və deyir ki, وَهَزْهِ نُقْتَ فِي الزَّمْبِ Bu, günahda olan bir nöqtədir ki, az bir insanlar yəni bunu dərk edə bilir. Yəni, ayıla bilir. وَهِيَ مَوْدٌ مَخُوفٌ ciddən Bu, çox deyir, təhlükəli bir mövzudur. Yəni, insanı deyir, həlaklara sürükləyən bir şeydir. Əgər bunu üç şeylə tədarük etməsə, birincisi, ölüm qorxusu, yəni tövbə etmədən ölərəm birdən. Bu tədarükin biridir. وَنَدَمُ عَلَى مَا فَاتَهُ مِنَ اللّٰهِ بِمُخَالِفَتِهِ Və müxalifət törədəndə, günah törədəndə peşmançılıq, nələri ötürmüşəm? Bunun peşmançılığı. Və üçüncü də təşmirli ciddi fi istidrakhi. Yəni, can atmaq, bunu dərhal düzəltməyə. Yəni, bu üç hal hansıdır? Fikirləşirsən ki, tövbə etmədən gedərəm, ölərəm. Və həmçinin qorxursan ki, yəni bu günahı edəndə nələr itirəcəm? Və üçüncü də nədir? Çalışmaq ki, bunu tez bərpa etmək, dərhal bərpa etmək. Sonra gəlir növbəti mərhələ, şeyxin dediyi, o da nədir? İsrarlı qalmaq, davamiyyətli qalmaq, tədarük görməmək, düzəliş verməmək. Əl-israru huvə istiqrar alə-müxalifə. Nədir israr? İsrar, yəni bir günahda qərarlaşmaqdır, deyir. Davamiyyət etməkdir, yəni oturuşmaqdır. Vəl-azmu aləl-muavədə və qətiyyətdir ki, yenə də edəcəm. Yəni, israr nədir? Yenə də edəcəm. Bunun qətiyyətidir. Və zəlikə zənbun əxar. Və bu deyir, tamam başqa günahdır. Yəni, etdiyin günah birdir, onun üzərində israrlı qalmaq tamam başqa günahdır. Aydındır. Bəlkə də deyir, bu günah, o etdiyin günahdan qat deyir, böyükdür. Ondan daha böyükdür, ondan daha çoxdur. Və həzə min uqubətə zəmb, bu da deyir, günahın deyir, pis aqibətindəndir. Yəni, israr günahın aqibətindəndir. Yəni, günah edirsən, Allah Taala isməti qaldırır. Dalınca fərəh gəlir və israr gəlir. İsrar, yəni günahın cəzasıdır, pis aqibətidir. Ənəhu yucibu zənbən əkbər minhu. Hansı ki, deyir, etdiyin günahdan da daha böyüyünü vadar edir. Və daha da böyük, növbəti gələnlər ondan da böyük olur. Nəticədə nə olur? Həlak, yəni həyasızlaşır. Yəni, israr həyasızlığa aparır. Fəl-israr aləl-məsiyə məsiyyətun uxra. Ona görədir ki, israr deyir, günah üzərində israrlı qalmaq, bu başqa bir günahdır, əlavə bir günahdır. وَالْقُعُودَ أَنْ تَدَارُكِ الْفَارِتِ مِنَ الْمَعْسِيَ إِسْرَارٌ وَرِضًا بِهِ Və deyir, bir günahı deyir, tədarük etməmək, onu düzəliş etməmək, onu əvvəlki vəziyyətə islah etməmək, bu deyir, nədir? Bu deyir, həmin isrardır, dediyimiz isrardır və günahdan razı qalmaqdır və onda deyir, təskinlik tapmaq, rahatlıq tapmaqdır. Bu da deyir, həlakın əlamətidir. Bu, həqiqi həlakın əlamətidir. Və əşəddu min həzə kulli və bundan da daha şiddətli, bundan da daha böyüyünü deyimmi? Bu da deyir, yəni, günahı deyir, aşkarına yerinə yetirmək, bilərək ki, yəqin olaraq ki, Rəbb Cəllə Cəlaluhu arşın üzərindən sənə baxır.
Yəni bu ondan da daha pisidir. Əgər iman edibsə ki, Allah onu görür və bu günaha addım atıb aşkarına, nə böyük günahdır deyir. Yox, əgər iman etməyibsə ki, Rəbbi onu görür, ondan da betər. Bu küfürdür, dindən bütövlüklə çıxmaqdır deyir. Demək, iki işin arasındadır. Ya həyanın az olması, həyasızlığı, günahı aşkar, Rəbbinin gözünün önündə etməsidir, ya da ki, küfürdür, dindən çıxmaqdır. Ona görə deyir ki, فَلِزَيْلِكَ يُشْتَرَةُ فِي صِحَّةِ تَوْبَ تَيَقُّنُهُ أَنَّ اللّٰهِ كَانَ نَازِرًا. Və ona görə tövbənin şərtlərindən qoyulub ki, insan bilməlidir ki, onu Rəbbidir, görən idi və görür. Aşkarına görür, açıq aydın görür. Günahı yerinə yetirərkən. لَأَنَّ تَوْبَ لَا تَصِحُّ إِلَّا مِنْ مُسْلِمٍ. Nəyə görə bunu şərt qoyublar? Çünki tövbə, yəni əgər sən buna iman etməsən, müsəlman sayılmırsan. Tövbə də yalnız müsəlmandan səhih sayılır, qəbul olunur. İllə ən yekuna kafiran, ya da ki, insan yəni bu şeydə kafirdir, yəni Allahın görməsini inkar edəndir və onun tövbəsi artıq nədir? Bunun isbatıdır. Bu sifətin isbatıdır. Allahın görməsi sifətini isbat etməsidir. Fətövbətuhu duxul fil İslam. Onun tövbəsi o zaman nə olacaq? İslam'a girməsi olacaq. Və bu sifəti, Rəbbin bu sifətini iqrar etməsi olacaq. Aydındır bu. Ona görə, yəni, ondan sonra davam edir. Yəni, tövbənin şərtləri var. Onu da inşallah gələn dəfələrdə müvəffəq olsa oxuyarıq inşallah. Allah subhanahu eşli faydalananlardan etsin. Allah Teala bizim qəlbimizi xeyirli qəlblərdən etsin. Günahlardan qorusun. Subhanakallahumma hamdika əşhadu an la ilaha illa ente estağfiruke ve